Herkese selam dostlar. Bugün de CPI winner olduk. CPI haberlerinde bütün bazarı hem fundamental hem de technical analiz elədim və VIP qrupumla bölüşdüm. Bir çoxlarınız bu analizdən yararlandınız və profit əldə elədiniz. Hələ ki xəbərlərdə, adətən xəbərlər trade eləmirdim, amma son zamanlar sizin marağınızın çox olduğunu gördüm deyə artıq gün ərzində səhər başlayanda xəbərləri və qrafiki analiz eləyib, sonra birləşdirib sizə öz yönümü deyirəm və hələ ki 2-də 2 də gedirik. NFP-də də tutuzdurmuşduq. Bu da CPI idi. Baxmayaraq ki, hər iki xəbər bizim üçün çox çətin oldu. Yəni iynə ataraq getdi, amma yəni yönümüz nədirsə ona uyğun oldu və mən bu dərsdə qiymətin haralara iynə atıb hardan qalxa biləcəyinə qədər demişdim və öz risk menecmentimi yəni lotlarımın sayını o qədər düzgün ayarladım ki, o böyük iynə belə məni lik eləyə bilmədi. E, Gəlin hələ ki videoya baxaq və sonda yenə də danışarıq. Hər kəs salam dostlar. Bu gün qrafikdə, texnikdə, analizdə nələr görürəm və xəbərlərdə nələr görürəm. Sonra onları ikisini sintez eləyib ortaya çıxan şey nədirsə, onun üzərindən xəbərlərdə biz də o cür əməliyyatlar açacağıq. Deməli, bu gün baxdığım texniki analizdə vəziyyət belədir ki, bizim üçün qərar nöqtəsi buradır, bu hissədir. Bura yazıram, baxın, qərar nöqtəsi. Qərar nöqtəsi. Mənim üçün bura qərar nöqtəsidir. Yəni bu nöqtənin qırılmağı elə də asan olmur. Məsələn, gəldisə bura, dəydisə 100% ki, buradan bir reaksiya alır, davam eləyir. İndi bu xəbərlərdə bu reaksiyaların aynı olduğuna görə mən fikirləşirəm ki, bu maksimum indi hal-hazırda qiymət 4418-dədir və xəbərlərə də hardasa 2 saat yarım vaxt var. Əgər bu 2 saat yarım içində qiymət gəlib buralara qədər belə çatarsa, mən buralardan birbaşa direct buy eləyərəm və qiymət uçar yuxarılara. Yox, əgər qiymət buralardadırsa, mən onda buralardan bir wick gözləyərəm, yəni bir iynə atmağını gözləyərəm ki, manipulyasiya eləmək üçün. Gəlsin 4401-ə bir dənə iynə atsın və ondan sonra qalxsın yuxarı. Bütün direction'ım buy'dır. Buradan da buy'dır, buradan da buy'dır. Gəlin sizə bir xətlərdən izah edeyim. Baxın, buradan da buy eləyəcəm, əgər indi hal-hazırki vəziyyətdə olsa. Buradan da eləyəcəm, buradan da eləyəcəm. Sırf qərar nöqtəsi qırılmayana qədər mən ancaq buy eləyəcəm. Deməli, burada məsələ nədir? Məsələ budur ki, mənim hardan yüklənəcəm? Hardan yüklənmək məsələsi var. Mən fikirləşirəm ki, qərar nöqtəsindən qiymət göylərə uçacaq və fikirləşirəm ki, ilk birinci risk eləyə biləcəyim balansdan full margin buy girim. Ancaq ki, bu iynəni, yəni bu 4401 nöqtəsini nəzərə alım ki, 4401-ə qədər gələrsə əgər bu, heç olmasa 4395-ə qədər dözə bilsin mənim balansım. Yəni ən azından bir 150 pips, 180 pips gözləyə bilim. Yəni balansım o dəqiqə partlamaz. Ən azından oralara iynə atarsa oralardan da buy eləyə bilim. Bildiniz nətər? Mən belə fikirləşirəm. Ancaq orada indi gedişatda baxacam balansım nədirsə və hal-hazırki faktiki qiymətdə nədirsə ona uyğun o aralığı dolduracam. Yox, əgər bu gəlsə, mənim bir şanssızlıq eləyərsə, bir ziyana salarsa, mənim balansımı partladarsa, mən o zaman keçəcəm ikinci hesabıma, onda qərar nöqtəsindən 2 qat buy eləyəcəm. 2 qat buy eləyəcəm. İnşallah ki, amma elə bir şey olmaz. Elə birinci hesabımızla da uçarıq göylərə. Əgər bu ilk nöqtədən raket atarsa göylərə, o zaman bu gəlib bu gün də olmasa sabaha qədər 4567-yə qədər, yəni bu həftə içində 4567-yə qədər gələ bilər. Bizim burada qarşımızda olacaq deməli 4470, 4480. Baxın, bu nöqtələr bizim üçün roadblock olacaq, hansı ki fresh nöqtələrdir. Buradan reaksiya alacaq, amma nə vaxt ki bu qiymətlər qırıldı, o zaman həmən o qiymətlərdən biz artıq daha da qalxmağa davam edəcəyik. Sonrası 4531-dir. Bunlar da elə də böyük zonalar deyil. Onlardan da hər birindən biraz reaksiyalar ala təzədən gəlib biz bu hədəfimizə çatacağıq. Hansı ki 4567-dir. Əlbəttə ki, mən burada açdığım bütün əməliyyatları 4567-yə qədər saxlamaq kimi bir niyyətim yoxdur. Çünki mən scalp eləyəcəm, yəni açacağım, bu qalxacaq yuxarı. Sonradan nə vaxt ki buy üçün yeni bir zona görərəm, o zaman yenə də alış eləyəcəm. Amma yəni hədəfim buralara qədər gedə biləcəyidir. Bu mənim buy ssenarimdir. Əgər qiymət mən alanda birbaşa göyə uçarsa 4567-yə qədər gedə biləcəyini bilirəm.
Yox, əgər qərar nöqtəmiz bu qərar nöqtəsi ki, hansı gələrsə, bu 2 saat yarım içində ki, bu böyük çətin bir məsələdir. Olacağına inanmıram. Qərar nöqtəmizi geri qırarsa, mən buralardan sel düşünərəm. Ancaq ki, hal-hazırdakı vəziyyət mənə birbaşa buy siqnalını göstərir. Çünki ancaq qərar nöqtəsinin üzərindədir və mən də oralardan ancaq buy eləyəcəm. Çünki baxın, burada da bütün time frame'lər bullishdir. Mənim öz xəritəm, Cassandranın verdiyi xəritə də tamamilə bullishdir. Hamısı ancaq buy siqnallar verir. Ona görə mən bu gün sellərdən uzağam. CPI xəbərlərində buy eləyəcəm. Bu bizim texniki analizimizdir. Fundamentalda isə faizlərin belə keçən dəfə elədiyim analiz kimi eləmək istəyirəm və onu analiz elədikdən sonra ChatGPT-yə yazmışam ki, mən buradakı faizlərin bu cür olacağını düşünürəm. O da mənə fikirləşib bu faizlər bu cür çıxarsa nələr baş verə bilər onu yazıb. Ancaq gəl mən ona bir dənə yazdığım faizlərə baxaq. Mən core CPI-ın 0,1% çıxacağını düşünmüşəm və ona yazmışam ki, buradakı core CPI 0,1% olacaq. Çünki burada az faizə çox verib, yəni birbaşa 0,2 çıxacağını düşünmürəm. Ortasında bir şey gözləyirəm. Çünki burada məsələn köhnə datalara baxanda da görürsən ki, əgər az veribsə, previous azdırsa, məsələn sonra forecast-da yuxarı qalxacağını veribsə, bundan yuxarı qalxa bilər, amma bundan bu 0,2%-dən yuxarı çox getmir. Yəni ya 0,1% olur, ya da 0,2% olur. Mən də ona görə bunu 0,1% kimi qeyd eləmişəm bura. Core CPI-yə gələndə isə, Core CPI-yə yazmışam ki, mən onu 2,5% kimi görürəm. Bu da mənim core CPI-mı 2,5% kimi yazıb qeyd eləyib ora. Bu da niyə 2,5% kimi görürəm? Çünki çox faizə az düşünüb. Yəni burada da baxanda görə bilərsiniz ki, 2,5% bunun yəni ən dəstəyidir də, yəni ən minimumudur. Son 1 il içində, bəlkə də 1 ildən də çox zaman içində 2,5% burada, yəni 2,5%-dən aşağı görülməyib. Ona görə də fikirləşirəm ki, əgər bu 2,6%, 2,5 deyirsə, o zaman bu nöqtə ilə bu 2,5 kimi çıxa bilər. 2,4-ü görmürəm. Yəni belə. Ona görə 2,5 yazmışam. CPI olsa təxmin edə bilmədim. Çünki burada qiyməti biraz minusla veribdi. Yəni previous keçən həftə 0,4, keçən ay 0,4% olub. İndi isə qalxacağını deyir. Yəni düşünürəm ki, bunun altında bir şey olar o da. Amma yəni təxmin eləmədim. Yəni risk eləyib təxmin eləmədim. CPI year to year-ə baxanda burada da baxaraq deməli 3,5%, 3,4% deyib. Mən nə demişəm? Mən də 3,3% demişəm. Çünki bu çox faizə az deyəndə həmişə düşüb. Baxın, burada indi bayını burada gəlin tapaq. Çoxa az verən nə var burada? Çoxa az verən. Bax məsələn 2,7%, 2,5 deyib düşüb. Yəni deməli bundan aşağısını fikirləşib deyə düşüb. Başa düşdünüz nətər? Sonra gəlirik burada aşağılara baxırıq, görək. Məsələn 2,8%, 2,5 deyib düşüb. 3%-ə 2,9% deyib 2,8% olub düşüb. Baxın bu datalara görə mən də fikirləşirəm ki, bu 3,5% deyirsə, yəni previous 3,5%-dirsə və forecast 3,4% deyirsə, mən düşünürəm ki, o zaman 3,3% qaçınılmazdır. Yəni bu və bunun altı bir şeylər gözləyirəm. Bunu da deyəndə dedim ki, yəni mənim təxminlərim belədir, sən nə fikirləşsən, o da deyir ki, hə qaqa sən yazdığın actual ssenarını forecastla müqayisə edəndə bunu açıq şəkildə gold üçün bullish oxuyardım. Və bütün faizlər də yazır, bu cürdə yazıların hamısını yazır. Bunların hamısını mən oxumuşam, indi sizin üçün təkrarlamaq istəmirəm. Yəni bu o deməkdir ki, xəbər faizləri də mənim buy siqnalım ilə razılaşır. Bu o deməkdir ki, mənim bugünkü CPI mövqeyim, yönüm buy'dır. Belə dostlar, ümid eləyək ki, alınar. Alınmasa da ki, bir şey eləmək olmaz. Çünki bu xəbərlərdir, xəbərlərdə hər şey baş verə bilər. He. Cabbar partladı ayık olun canavar okunur. Hadi ek konsolleri. Ekom sol diyor golda hat çevrilir. Her gün profit ekranda ragam eğilir. Onu izleyenler gülür, stressi silinir. Riskini bilen udur gayda değişmir. Chartta izlerim kalır, şamlar danışır. Kırmızı yaşıl dalga cibe yağıştır. Stopu gör, targete bak, planla ateşini grafike. Şahmat oynayır ama edirem seni. Cabbar değilir, canavar okunur. Panik eden her frer yoldan yok olur.
Yine sistem çürük, burada başka kuruluş. Bir kliple servet olur, düğmede yoruluş. Cabbar partladı Golden King'i, Forex'te bir nömre dilde ringi. Ekom sol geri, cephe dilini, canavar okunur, kaça bir mülkini. Cabbar partladı her gün trade, zinciri kıran lotlarla raid. Ekranda raks edir həmin o shade, profiti gördün gecdir late. Pul üçün satmıram heç vaxt dərsi, qanla yazmışam bu market xətrini. Drawdown görən bilir kimdir mərdi, panika edən qaçır qalan yeri bəhrini. London sessiyası Asiya səri, New York bağlayır günün dəftərini. Qarşıma qoyuram soyuq strategiyanı, emosiyanı kəsirəm bıçaq kimi tərsini. Xəritə deyil bu ma yol göstərir, hər şam bina. Və beləliklə CPI xəbərlərindən də profitlə çıxdıq. Baxmayaraq ki, iynəsi nə qədər uzun oldu, biz risk menecmentimizi düzgün idarə elədiyimizə görə bu savaşdan da salamat və sağ çıxdıq. Belə, ümid eləyirəm növbəti xəbərlərdə də, yəni həmişəki kimi öz risk menecmentimizi düzgün şəkildə qoyacaq. Məsələn, videoda gördüyünüz kimi mən kalkulyatorda orada lotlarımı hesabladım. Videoda görünür. Həmən o videoda görünən kimi, məsələn, əvvəlcədən bilirdim ki, nə qədər lot açacağam və o lota da uyğun əməliyyatlarımı açdım. Və həmən o iynədən qaçındım. Yəni rahatlıqla gözləyə bildim. Nə qədər cəmaatlik olsa belə, mən əvvəlcədən həmən nöqtəyə gəlib oradan qalxacağını dediyimə görə, o oyunun qaydasını bildiyimə görə buradan salamat çıxdım. Və mən də komandam, yəni məni izləyən uşaqlar, VIP qrupunda olan uşaqlar da eyni cümlədən profit əldə edə bildilər. Çünki onlar əvvəlcədən yüklənilməməli olduqlarını bilirdilər. İynə atacağını bilirdilər. Hara qədər gəlsə, hardan qalxa bilər, onu da bilirdilər. Və beləliklə biz CPI-dan alnı açıq, üzü ağ çıxdıq. Belə, ümid edirəm PPI xəbərlərində də vurarıq tam hədəfi və 3-3 nəticə ilə ayımızı tamamlayarıq. Hər birinizə təşəkkürlər. Like eləməyi və şərh bildirməyi unutmayın. Sağ olun.